Sabır, Sabah niyə qalxmırsan sən? elədir, sabır usta. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Aleyküm salam və rahmetullah və bərəkatuhu. Necə aça bilərəm mən? Üzümü Bir də görə. Əmican, səbirli ola bilərsən. Bir də bu Lap yaxşı, lap. Sabahın qardaş da bir də. Yaxşı. Sabah necəsən? Nə var? Elhamdülillah, elhamdülillah. Yaxşı olasın inşallah. Coşqun bəy, necəsiz Allahın izni ilə? Elhamdülillah. Allah sizə razı olsun. Bildiyim təqdirdə siz Mədinə tələbəsiniz, düzdürmü? Yox qardaş, nə mədik. Yo qardaş. Hə? Hə, mən elə bilirdim. Ümumiyyətlə tələbəsiniz də yəqin ki. Yox qardaş, yox. Cahilin biriyəm. Nə olur, sizdə təqiyyə var. Yox, vallahi ki cahiləm. Aleyküm salam, axır zaman. Cahiləm axı, cahil. Sabah. Zaman. Heç bir şey qardaş, heç bir şey. Yox, belə Sabah deyim də, Coşqun qardaş, biz ümumiyyətlə Səssiz eşidəmirəm. Sabah necəsən? Sabah elm almaq üçün. Elhamdülillah. Bizim məlhəzimiz səsim gəlir. Hə, gəlir inşallah. Sabah səsim gəlir axı. Gəlir qardaş, gəlir. Bax qardaş, biz Coşqundur. Biz yenə də deyirəm, namazın qaydası olduğu kimi dinin də hər kəsi xas kimi ağzımıza gələni danışmırıq. Məsələn, Allahın dinində hökm verməyi tələsmirik. Məsələn, bildi. Mədinə bəli, elm tələbələrinə üstünlük verir. O doğru olanlarına, azmışlara yox ha. Məsələn, salamat olanlara. Coşqun. Sabahı qardaşlar inşallah indi lazımdır. Özünə davam elə. Hə, icazə olarsa vaxtınıza əgər almıramsa. Bu qısa tanışlıq elədim ki, Sabah. Aydındır. Məlhəzimiz budur ha. Bilirəm, tanıyıram sizə hörmətim var inşallah. Ədəb əhlisi, əxlaq əhlisiz. Mən də sağ ol, mən də sənə hörmətim var. Allah razı olsun. Həqiqətən. Coşqun bəy, Buyur. müsaitsinizsə qısa bir mövzu ətrafında müzakirə eləyə bilərik Allahın izni ilə. Eləyək, amma mən yəni elmim yoxdur ha o dərəcədə ki, yəni bəri başdan deyin. Aydındır. Yox, ibtidai məsələlərdir. Məsələn, çox sıxma da indi bizim elmimiz azdır. İndi bizim üstümüzə çox şey eləmir də. İmamın mərhəməti olsun səndə. Az görüb bizə hücum elə. Estağfurullah. Buyur. Məsələ bundan ibarətdir ki, mənim əzizlərim. Bu Muhammed bin Əhməd Əl-Qurtubi tanımamış olmaz. Mühəddisdir. Yox, bir dənə eşitirsən, gəl bir məsələni dəqiqləşdirək, sonra başlayaq da söhbətə. Olar qardaşım. Buyur inşallah, buyur. Eləmə, səs göbək eləməsən. Sən bizi müsəlman görürsən yoxsa yox? Amma düzündür ha. Bəri başdan işinizi bilək. Zahirdə bəli görürəm. Bizi təqiyyə eləmə ha. Biz təqiyyəsiz döyürük. Bax, Səbuh. Biz nə o var o. Yox, mən zaten mənim bəhslərim görməmisiniz. Mən birbaşa söz deyənim. Mən bəli. Ola bilər sən kimsə əhl-i-sünnədə müsəlman gör. Amma əgər elədiyi dəlilin gətirməlisən. Bizə dəlil bizə. Mən sizi zahirdə müsəlman görürəm, batında xeyr görmürəm. Nəyə görə? Səbəbim, dəlilim budur ki, zahirdə müsəlman görməmin səbəbi budur ki, siz la ilahe illallah Muhammedur Rasulullah sallallahu aleyhi deyirsiniz. Batında görmürəm ki, Amir el-Mu'minin əleyhissalamın vilayətinin mütləqini qəbul etmişsiniz. Dəlilim burdandır. Amma yuxarı qalxmağımın səbəbi bu deyil. Sadəcə Coşqun bəy sual verir deyə ona belə cavab verdim. Coşqun aydın bir sual. Aydınlanmaz bir neçədən suallar əlavə edilsin. İndi suallar çıxacaq, elə mövzumuz elə ona oxşar bir şey olacaq. Bax mənim əziz dəyərli qardaşım. Muhammed bin Əhməd Əl-Qurtubi yazır. Mən nə demək istəyirəm? Yox, Səbuh, sən deyirsən əziz qardaşım, biz sənin qardaşın deyil ya, qardaş. Yəni dünyəvi olaraq. Yox, indi Əmir el-Möminin əleyhissalam buyurur ki, qardaşlıq iki cürdür. Var torpaq qardaşı, var əqidə qardaşı. Siz Azərbaycanlısınız, mən də Azərbaycanlıyam. Demək biz torpaq qardaşıyıq. Düzdür? Keçək mövzuya inşallah. Hə. Bu dünyəvi deyil də, sən möminlər qardaşdır, hə. Bəli, orada mömini istisna edir axı. Necə ki imam buyurur ki, əqidədə qardaş fərqlidir, torpaq qardaşı fərqlidir. Elə sizin gətirdiyiniz ayə elə mənim hədisim elə dəlildir. Keçək mövzuya mənim əziz dəyərli qardaşım. Deməli, poza icazə versiniz bir dənə hədisi sonuna kimi oxuyardım və axırda sual verəcəm sizə. Buyur, Səbuh, o nədir mənim? Muhammed bin Əhməd Əl-Qurtubi yazır. Sizi yəni hədisi də ekran qoya bilər ya.
Allah Cəlal Rabbi buyurur. Müvəffəq ola bilmədikləri bir işə can Ne oldu? atmışdılar. Ne oldu bu? Bura geldi oynana. Zəhmət olmasa bir dənə icazə verilsin qatavzalara. Bağladım. Hə. Yəni münafiqlərin Təbuk döyüşündə Uqabədən keçdikləri gecə Peyğəmbər sallallahu öldürmək istədikləri qeyd edilir. Onların sayı 12 idi. Huzeyfə bin Yəmən radiyallahu anhu dedi: Peyğəmbər onların hamısının bir-bir adlarını sayaraq mənə dedi. Sonra Huzeyfə dedi: Onlara bir nəfər göndərib öldürməyəcəksiniz? Peyğəmbərə sual idi. Peyğəmbər sallallahu cavab verdi: Ərəblərin yoldaşlarını ələ keçirərək onlara qarşı üstünlük qazanıb onları öldürməyə cəhd etdi demələrini xoşlamaram. Əksinə Allah bunların Dübeylə ilə cəzalandıracaq. Sonra Dübeylə nə olduğunu Huzeyfə radiyallahu anhu söyləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm də cavab verir. Bu hadisin isnadı səhihdir. Məlum məsələdir. Məsələ burada başqadır. Hədisdə Huzeyfə radiyallahu anhunun dediyi hədisin adlarını açıqlamağını Əbu Muhammed Əli bin Əhməd bin Səid Əl-Həzm Əl-Əndavlusi Əl-Qurtubi deməli Əl-Muhallə bil Əsər kitabının 11-ci cilddə səhifə 224-də bunu zəif adlandırır. Niyə? İndi onun şərhinə qulaq asaq Allahın köməyi ilə. Onun da kitab şəkli məndədir. Deyir ki, Huzeyfənin hədisi saqitdir. Coşqun bəy biləcək də saqit nə demək? Yəni cərhi var, cəhvdir. Çünki bu hədisi Vəlid bin Cümeyl tərəfindən rəvayət olunub. Yəni həmləsi Vəlid bin Cümeylədir. O etibarsız ravidir və görür ki, o bu hədisdən xəbərsizdir. Coşqun müəllim, Vəlid bin Cümeyli ravi kimi tanıyırıq. Siz də tanıyırsınız, biz də tanıyırıq. Müəllif Vəlid bin Cümeylə cəhd edir, cəhd vurur. Niyə? Səbəbi? Çünki, hədis oxuyuram. Çünki o rəvayət edib ki, yəni Vəlid bin Cümeyl rəvayət edib ki, Əbu Bəkir radiyallahu anhu, Ömər radiyallahu anhu, Osman radiyallahu anhu, Təlhə və Səd bin Əbu Vəqqaz radiyallahu anhu əlbir olub, istədilər ki, Peyğəmbəri salavatullahı öldürsünlər. Bu sözə görə müəllif Vəlid bin Cümeyli nə eləyir? Kəzzab adlandırır. Coşqun bəy, Vəlid bin Cümeyl Səhih Müslimdə ravi kimi keçmir? Ola bilər hədislər rəvayət edeyim. Əhsən. O sinədə də bəzi səhihliyi var da. Əhsən. Əhməd və Əbu Davud dedi: Cümeyldə problem yoxdur. İbn Mail Əl-İcli dedi: Siqadır. Əbu Zarra dedi: Onda problem yoxdur. Əbu Hatim dedi: Hədisi salihdir. İbn Hibban Əl-Siqat kitabında onu zikr edir. Bilirsiniz də Coşqun bəy, İbn Hibbanın Əl-Siqat kitabı yalnız siqa ravilərdən toplandığı hədislərdədir. Düzdür qardaş? Ümumiyyətlə İbn Hibban və Əl-Hakim Əhl-i Sünnədə çox da belə güclü hədis alimləri tanımırlar yəni. Əhsən. Ehtimal etmişdim ki, belə bir söz deyəsiniz. Ona görə bir dənə hədis qırağa qoymuşdum. Muslim bin Həccas yazır. Hədisin yerini inşallah ki, sizə təqdim edəcəm. Bizə, ravilərə diqqət elə bir dənə qardaşım. Bizə Zuhayr bin Hərb rəvayət etdi və dedi. Bizə Əbu Əhməd Əl-Kufi rəvayət etdi və dedi. Və bizə Əl-Vəlid bin Cümeyl rəvayət etdi və dedi. Muslim bin Həccaz Səhih əsərində Vəlid bin Cümeyldən hədis rəvayət edir. Buna əsasən də İsmail Əl-Buxari yenə də həmən ravidən hədis nəql edir və hamısı da yekdilliklə deyir ki, bu siqadır. Niyə? Çünki Müslimin və Buxarinin ricallarında iştirak edib bu adam. İndi mənə bir dənə sual maraqlıdır, Coşqun bəy. Əgər bu şəxs Müslimdə, Buxaridə, hətta burada deməli, Şəmsəddin Əl-Zəhəbinin fikri sizcə maraqlıdır. Onun rəyini oxuyum sizə. Məşhurdur sizdə.
Qardaş, mən bir dənə sənə bir söz deyim. Ümumiyyətlə Buxarinin hədis nəql etdiyi raviləri içərisində hətta rafizlər də olub, şiələr də olub. Nə qədər qəribə olsa da. Əhsən bilirəm. Niyə? Buxari insanın şəxsiyyətinə yox, Bəli. insanın nəqlinə, insanın belə deyək də o hədisi də, düzgün hədisdə, çünki Buxari bir ravidən hədislər nəql eləmir, baxın bir neçə ravidən hədislər nəql eləyir. İndi Sadəcə onu mənlə zənciri gətirir. Əhsən, indi mənlə qardaşım ittifaqdasan ki, Zümeyl siqa ravidir. Buxarda Müslimlə gəlirsə, bana gəlirsə etibar olunur rafizdə, ravidir. Demək ki, mənim əziz dəyərli qardaşım, sözümü yekunlaşdırım. Alimin dediyi Əbu Muhammed Ali bin Əhməd bin Səid Əl-Həzən Əl-Əndulisinin dediyi fikir var ha. Deyir, Huzeyfənin hədisi saqitdir, çünki bu hədisi Vəlid bin Zümeyl tərəfindən rəvayət olunub. Rəvayətdə də deyilir ki, Əbu Bəkir, Ömər, Osman, Təlhə və Səd ibn Əbu Vəqqas əlbir olub, istədilər ki, Peyğəmbəri öldürsünlər. Bu hədis onda səhihdir. Çünki bir dənə ricalında bir dənə problemli görənlər, bir dənə Vəlid bin Zümeyli problem gördülər. Ona görə hədisi səhihdən çıxartdılar. Amma biz digər əsərlərə baxırıq ki, Buxari, Müslimin əsərinə baxırıq ki, bu adam siqadır, Vəlid bin Zümeyl siqadır. Demək ki, hədis səhihdir, səhih deyil mənim qardaşım. Eşidirsən, hədis səhih ola bilməz. Bilirsən niyə? Çünki qardaşım, Axı ravilər siqadır. Yo, nə olsun, nə qardaşım ravi siqadır? Bu mümkün olan bir şeydir, öyle qardaşım, Əbu Bəkir və o dediyin şəxslər Allah Rasulun öldürmək hissəsində, qardaşım. Allah Subhanahu taala onları cənnətlə müjdəliyir, qardaşım. Qardaş, aydın deyə, aydın. Mən öz əsərimə dəlil gətirmirəm ki, mən sizin əsərinə dəlil gətirirəm. Ay Coşkun, bir dənə bağışla. Yəni, dəlil var qardaşım, əqli dəlil yox, nəqli dəlil lazımdır mənə. Sabohi. Buyur. Sabohi, sən müsəlmansan. Elhamdülillah. Yaxşı, özünə müsəlman deyən səncə Allahın bu yaratdıqların içində bir nəfər peyğəmbər seçir, o da Məhəmməd. Bəyən Məhəmməd peyğəmbər. Məhəmməd ya Muhammed sallallahu aleyhi və səlləm. Qardaş, sualıma cavab verin, qardaşım. Muhammed olsun yox. Bir dəqiqə İslam qurub, bir dəqiqə. Qardaşım, Muhammed deməyə xətadır, qardaş. Şərəfsiz idi ki, Aha. Bir dəqiqə, məni sözdən tutma. Bəyən peyğəmbər şərəfsiz idi ki, yüzdən iraq qadınla evlənsin, fahişədən evlənsin. Mövzumuz o deyil axı, qardaş. Aha, yox, sənin canlında Emin, mövzu yox, sən qardaş, mövzuya cavab verin, qardaş. Bəhsi Emin elibsə, gedib Eminlə danışarsınız. Peyğəmbərin xanımına fahişə deyil. Mövzuya cavab verin. Siz Peyğəmbərin sahabələrini üzdən iraq adlandırırsınız. Ay qardaş, mövzuya cavab verin. Anar bəy, mövzudan keçmə, mövzuya cavab ver. Cavabım var, mövzuma cavabı var. Coşqun bəy elm tələbəsidir. Siz Coşqun bəy indi qırağa qoymusunuz. Yox, mən sənin canlığa həmən günü qoşuldum, məni qoşmadın. Səni prosta axtarırdım ki, tutam ki, məni axtarırsınız, 050 754 fahişədən ailə qurar. Peyğəmbər diqqət deyil ki, perfektdən İslam qurar. Siz İslamın üz qarasısınız. Öz qara deyiləm, qardaş, isbat elə. Dəlil gətirmişəm, dəlilə cavab ver. Ay qardaş, dəlilimə cavab ver. Qaçırtma. Dəlilimə cavab ver. Mənim bugünkü mövzum budur. Nə dəlili? Siz İslamda ancaq bravo, siz İslamda ancaq qara nöqtə axtarırsınız. Özünüzü qoruyun, Allaha əmanət olun. İnşallah ki, İslam peyğəmbər İnşallah haçan ki, mənim qabağıma elmli olan biri olsa çıxar qabağıma cavab verər, amma elmi üslubla. Oldu mu? Əmanət xuda iltimasınız var. Bəli, bəhsi izlədikdən sonra özünüz də şahid oldunuz ki, mənim suallarıma nə elm tələbələri, nə də ki, cahilləri cavab verə bilmədi. Və bəhsimə müdaxilə olunaraq tamamilə ayrı, keçmişdə olan bir söhbəti yada salmağa çalışdılar. Amma bu da yenə də xeyri olmadı. Sədəqəllahu aliyyül azim, ələ lənətullahi, ələ ləqavmi zalimin.